Salam əziz 11-ci siniflər, kanalıma xoş gəlmisiniz. Bugün 21 dekabr Kasp Abituriyent kursları tərəfindən keçirilən buraxılış sınaq imtahanındakı riyaziyyat suallarını izah edirəm. Gəlin başlayaq. Birinci sualdan. M-in hansı qiymətində təniklər sisteminin həlli yoxdur? Təniklər sisteminin həlli olmaması üçün, deməli, burada qələm götürün bir saniyə. Deməli, həllinin olmaması üçün A1 bölünsün A2, yəni M bölünsün 12 bərabərdir. B1 böl B2, yəni 3 böl M. Bərabər olmamalıdır. C1 böl C2, yəni 4 böl 8-ə. Deməli, birinci tənasübdən çarpaz vuran zaman M vur M, yəni M'in kvadratı bərabərdir 3 vur 12, yəni 36. M də bərabərdir müsbət mənfi 6-ya. İkinci tənasüb hissəsinə baxsaq, 3 bölünsün M bərabər deyil, 4 böl 8-ə. 4 böl 8 də ixtisar gedir, 2-də 1 alınır, düzdür. Çarpaz vuran zaman M bərabər deyil, 3 vur 2-yə, yəni 6-ya. Mən M-i müsbət 6 və mənfi 6 tapmışam. Müsbət 6-ya bərabər ola bilməz. Deməli, M-in hansı qiyməti? Mənfi 6 qiyməti, yəni B variantı. 62-ci sual. Bərabərsizliyinin ən kiçik tam həllini tapın. Bərabərsizliyi həll edirəm. Deməli, x-i sol tərəfə keçirdirəm, 7-ni də sağ tərəfə. 4x çıxılsın x böyükdür, 2 çıxılsın 7. 3x böyükdür, mənfi 5, x da böyükdür, mənfi 5 böl 3. Mənfi 5 böl 3 bərabərdir, qarşı ədəd kimi yazsam, mənfi 1 tam 3-də 2-yə. Mənfi 1 tam 3-də 2-dən böyük ən kiçik tam ədədi axtarıram. Ədəd oxunu da çəksəm, mənfi 1 tam 3-də 2 təxminən burada, düzdür? İndi mənfi 1 tam 3-də 2-dən böyük olmalıdır. Yəni mənə hara lazımdır? Ədəd oxunun sağ istiqaməti. Ən kiçiyini istədiyi üçün bu iştiqlədiyim hissədə gördüyüm ilk tam ədəd elə nə olacaq? Mənfi 1 düzdür. Tam ədəd istədiyi üçün mənfi 1 D variantı. 63-cü sual. Həndəsi silsilədən B5-i tapın. B5 bərabərdir. B1 vurulsun, Q üstü 4 ilə hesablanır. İndi B1-im 3-dür. Q silsilə vuruğum kök altında 3-dür. Qüvvəti yüksəldirəm 4-cü dərəcəyə. 3 vurulsun, kök altının dərəcəsi 2-dir. 4-ü 2-yə böləndə nə olacaq? 2. 3-ün qüvvətinə 2 yazıram. 3 vurulsun 9, yəni 27 D bəndi. 64-cü sual. A, B və C paraleldir. Qamma 135-də. Alfa, beta cəmini tapın. Deməli, alfa ilə beta AB paralel düz xəttlərinin 3-cü düz xətlə kəsişməsindən alınan uyğun bucaqlardır. Yəni, alfa, beta uyğun olduğu üçün bir-birinə bərabərdir. Mən burada nə edirəm? Deməli, bettanın qarşılıqlı bucağı burada düzdür. Yəni, burada beta bucağıdır. Beta və qamma da baxıram ki, burada necə bucaqlardır? Daxili bir tərəfli. Daxili bir tərəfli bucaqlar, yəni beta və qammanın cəmi 180 dərəcə olmalıdır. Beta tapacağım. Qamma isə 135-dir. Yazıram 135 bərabər 180 dərəcə. Buradan betanı tapıram ki, 180 çıxılsın 135, yəni 45 dərəcədir. Alfa ilə beta da bir-birinə bərabər idi, 45 dərəcə. Alfa plus beta isə 45 üstə gəlir 45, yəni 90 dərəcə. C variantı. 65-ci sual. XY hasilini tapın deyir. Deməli, baxıram birinci buradakı çox hədlimə. Bax, bu çox hədliməni əslində düstur verəcək. O düsturu görə bilmirsinizsə, deməli, necə baxırsınız? Bax, burada dəyişənlərin hasili var, ha, XY. XY-in əmsalı nədir? Mənfi 2. Deməli, 2-ni bölürsünüz 2-yə. Nə alınır? 1. Deməli, bu ifadə x çıxılsın 1y-in. 1 də yazılmır da, yəni yazılmasa da olar. X çıxılsın y-in kvadratıdır. Müxtəsər Ruma düsturudur. İndi mən bunu yazıram. Deməli, x minus y-in kvadratı üzərinə gəlirsin, x çıxılsın 3-ün kvadratı bərabərdir 0. Mən də bilirəm ki, hər hansı bir ifadənin kvadratı mənfi ola bilməz. Ya 0-dır, nəyinsə kvadratı, ya da ki, müsbətdir. Mənə deyir ki, iki ifadənin cəmi 0 olsun.
Nə zaman hər hansı iki ifadənin cəmi 0 olar? Müsbət və mənfi ədədin cəmi. Mən də bilirəm ki, qüvvət burada cütdür. Cüt dərəcədirsə, deməli, ifadənin qiyməti mənfi ola bilməz. Deməli, bu mütləq 0 üstəgəl 0 bərabər 0 ifadəsidir. Onun üçün də həm x minus y-i 0-a bərabər edirəm, həm də x minus 3-ü 0-a bərabər edirəm. Buradan x-i tapıram 3, getirib burada yerinə qoysam, 3 çıx y bərabər 0. Deməli, y də elə 3-ə bərabərmiş. X vur y, yəni 3 vurulsun 3 də bərabərdir 9-a, A variantı. 66-cı sual. Ümumi həddi n kvadrat çıxılsın 10n üstəgəl 9 olan ardıcıllığın neçə həddi mənfi ədəddir? Aha, neçə həddi mənfidir? Hər hansı bir həddi üçün düstur bizə verilib. Həmin düsturu mən mənfi edirəm. Deməli, n kvadratı çıx 10n üstəgəl 9. Mənfiyə bərabər etmək, yəni 0-dan kiçik olduğunu göstərməkdir. Deməli, burada bu, belə deyim də, ifadənin 0-a bərabər eləsəm, tənliyin kökləri viyetlə hasili, deməli, hasilimiz olmalıdır 9, cəmimiz isə mənfi 10 yox, əksi, yəni müsbət 10 olmalıdır. Ədədlərim də 9 və 1-dir. Deməli, ədəd oxunda tənliyin köklərini göstərirəm. 1 və 9. Mənə deyir ki, işarəm 0-dan kiçik, yəni mənfi olsun. Mən də, deməli, aralıqları burada göstərirəm. Müsbətdən başlayıram. Müsbət, mənfi, müsbət. Bunun müsbət, mənfi, müsbət olmasını bilmirsinizsə, ədədləri yerinə qoyub yoxlaya bilərsiniz. Burada 1-dən kiçik nə qoysam bura, həmişə müsbət olur. 1-dən böyük 9-dan kiçik qoyanda mənfi olur. 9-dan böyük yoxlasaz, müsbət alınacaq. Deməli, məndən mənfi aralığı istəyirdi. Mənfi aralığım da oldu. 1 və 9 aralığım. Fikir versəz, burada yazıb ki, 0-a bərabər deyil. Yalnız 0-dan kiçikdir. Ona görə mən burada 1 və 9-u, deməli, dairənin içini boş göstərirəm. Yəni, yumru mötərizədə yazıram, kvadrat mötərizədə yazmıram. Deməli, n-in qiymətləri daxildir 1-9 aralığına. N-in qiymətlərinin sayını sapıram. 9 çıxılsın 1. Hər ikisi yumru mötərizədirsə intervalda bir vahiddə azaltmaq lazımdır. Yəni, 7 qiyməti. B variantı. 67-ci sual. ABC natural ədədləri üçün tənasüb olarsa, ABC cəmi aşağıdakılardan hansına bərabər ola bilər? Deməli, mən bilirəm ki, 7C-nin məxrəci 1-dir. Ümumiyyətlə, hər bir ədədin məxrəci 1-dir. Çarpaz vursam, 3 vur 7C, yəni 21C bərabərdir A üstəgəl B-yə. Deyir ki, bizə A üstəgəl B üstəgəl C cəmi. A üstəgəl B-nin yerinə nə yazacam? 21C yazacam. Yazıram 21C üstəgəl C bərabər 22C. Aşağıdakilərdən hansına bərabər ola bilər? Yəni, bu ifadə 22C-yə bərabərdir. 22C nə deməkdir? Yəni, 22 vurulsun C. Deməli, variantlardan hər hansısa birinin 22 vuruğu olmalıdır. Yəni, 22-yə bölünməlidir. D variantına baxsa, 88 22-yə bölünür. 4 alınır. Deməli, D variantı ilə doğru cavabdır. 68-ci suala baxırıq. İfadənin qiymətini hesablayın deyir. Mən bilirəm ki, istənilən bir kəsrin əgər qüvvəti mənfidirsə, indi burada mənfi 1 yazılıb. Qüvvət mənfi 1-dirsə, mən sürət və məxrəcin yerini dəyişirəm. A böl B yox, B böl A yazıram. Qüvvətini müsbət şəkildə göstərirəm. 1 yazılmasa da olar burada. Deməli, mən sürət və məxrəcin yerini dəyişib qüvvəti müsbət şəkildə yazacağım. Məxrəcdə kök altında 8 yazılıb. Mən onu sürətə yazıram. Sürətdəki ifadəni isə məxrəcə yazıram. Aha. Qüvvəti də olacaq necə? Müsbət 1 yazılmasa da olar, amma yazaq. Üstə gəlinsin 11-də 9 bərabərdir. İndi mən bu ifadəni sadələşdirmək üçün nə edirəm? Deməli, kök altında 8-i yazıram bu şəkildə. Kök altında 4 vur 2. Buradan da 4-dən kök necə çıxacaq? 2 çıxır. Kök altında 2 isə rasional şəkildə qalır. Yazıram. 2 kök altında 2. Kök altında 50. 25 vurulsun 2-dir. 25-dən 5 çıxır, amma kök altında 2 irrasional qalır.
72'ni də 36 vur 2 kimi yazacağım. Üzərinə gəlsin. 36-dan nə çıxır? 6. Kök altında 2 rasional qalır. Üstə gəl 11-də 9 bərabər. Bunu daha sadə yazsam, sürət 2 kökdə 2-dir. Məxrəc 11 kökdə 2-dir. Kök altında 2-lər 7. Deməli, üstə gəl 11-də 9-da yazaq. Bərabərdir. 11-də 2 və 11-də 9-un cəmi də 11-də 11, yəni 1-dir. O da Y variantı. 69-cu suala baxırıq. DCO 50 dərəcə deyilib. DCO. Deməli, bura 50 dərəcədir. Daha sonra bizə BAC-ni istəyir. Aha, iki kəsənin arasındakı bucağı istəyir. BOC-nin 70 olduğu da verilib. Deməli, uşaqlar, burada sualı biraz yaxınlaşdırdım. Yaxşı görsənməsi üçün. Deməli, bizə verilib burada DCO, bir də BOC. Aha. İndi burada baxıram ki, həm OD, həm də OC nədir? Radiusdur, düzdür. Həm OC radiusdur, həm də OD radiusdur. Baxıram ki, burada 3 bucaq DOC. Necə 3 bucaqdır? Yan tərəfləri bərabər, düzdür. Yəni, bərabər yanlıdır. Yan tərəflər bərabərdirsə, bərabər tərəflərin qarşısındakı bucaqlar bir-birinə bərabərdir. DO-nun qarşısı 50-dirsə, OC-nin də qarşısı 50 dərəcədir. İndi mənə bir dənə qaldı burada. Bucaq DOC-ni tapmaq. Bucaq DOC bərabərdir. Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğu üçün 180-dən çıxıram 2 daxili bucağın cəmi 50 və 50-nin cəmini, yəni 100-ü. Bu da olur 80 dərəcə. Bucaq DOC mərkəzi bucaqdır. Onda söykəndiyi DC qövsü də nədir? 80 dərəcə. Deməli, məndən fikir verdinizsə BAC-ni istəyirdi. BAC bucağı iki kəsənin arasında qalan bucaqdır. İki kəsənin arasında qalan bucaq, deməli, qarşıda BC qövsü çıxılsın, YD qövsü bölünsün 2 ilə hesablanır. Aha. Mənim BC qövsüm 70-dir. Bizə BOC bucağı verilib 70 dərəcə. BOC mərkəzi bucaq olduğu üçün BC qövsüm avtomatik 70 dərəcə oldu. Daha sonra BC-ni bilirəm 70-dir. Mənə bir dənə qaldı YD-ni tapmaq. YD qövsüm bərabərdir. Fikir verirsinizsə, YB nədir burada? Diametr. Diametrdə çevrəni yarım çevrəyə bölür. Yarım çevrə ümumi necə dərəcədir? 180 dərəcə. Onda YD-ni tapmaq üçün 180 dərəcədən çıxıram. BC, yəni 70 və DC 80-in cəmi. 150-ni çıxıram, 30 alınır. Deməli, YD qövsümdə 30 dərəcəymiş. İndi buradan gətirib yerinə qoysam, 70 çıxılsın 30 bölünsün 2. Yəni 40 böl 2, 20 dərəcə C variantı. 70-ci sual. Perimetri 88 cm olan paralleloqramın bir tərəfinin uzunluğu digər tərəfinin uzunluğundan 20% böyükdür. Paralleloqramın kiçik tərəfini tapın. Paralleloqramın perimetri P bərabər 2 A plus B ilə hesablanır. İndi tərəfinin biri x olarsa, deyir ki, digəri ondan 20% böyükdür. 20% böyükdür o deməkdir ki, digəri birincinin 120% qədərdir. Çünki bütöv faizini bilirəm ki, 100%dir. 20% çox deyirsə, üzərinə 20 əlavə edirəm. 120% düzdür. Deməli, digəri x-in 120% qədərdir. X-in 120% də necə olur? X vur 120 böl 100. Yəni 1,2x. Deməli, bir tərəfim x-dir, digər tərəfim 1,2x-dir. İndi gətirib yerinə qoyuram. Perimetri 88-dir. 2 vurulsun. Deməli, x üstə gəl 1,2x. 2-yə bölsəm burada 1 qalır. 88-i 2-yə böləndə 44. Deməli, x üstə gəl 1,2x. X-in əmsalı 1-dir. 1 ilə 1,2-nin cəmi 2,2x bərabərdir 44. X da bərabərdir 44 böl 2,2. Vergülü silib 0 əlavə edirəm. X da oldu 20. Biri 20-dir, digəri 24-dür. Kiçik tərəf istəyir, o da D variantı. 71-ci sual. 6A sinifində şagirdlərin bəziləri riyaziyyat və təbiət dərnəklərinin üzvü oldular. Sinifdəki 25 şagirddən
3'ü hər iki dərnəyə, 4'ü heç bir dərnəyə üzv olmadı. Riyaziyyat dərnəyinin üzv olanların sayı 12 olarsa, təbiət dərnəyinin neçə nəfər üzv oldu? Belə suallar yadınızda saxlayın ki, Venn diaqramı ilə işləmək lazımdır. Sinifdə 25 şagird var, amma 4'ü heç birinə üzv olmayıb. Onda mən Eyler-Venn diaqramında yalnız üzv olanları göstərirəm. Üzv olmayanları çıxıram. 25'dən 4'ü çıxdım 21. Deməli, bax bu 21 nəfər bu Eyler-Venn diaqramında dərnəklərə üzv olubdur. Mən 21 ilə işləyəcəm. Hər iki dərnəyə üzv olanlar neçə nəfərdir? 3 nəfər. 3 nəfəri yazıram kesişməyə. Həm riyaziyyata üzv olublar, həm də təbiət dərnəyinə üzv olublar. Riyaziyyata üzv olanların sayı 12'dir. 3'ü kesişmədədirsə, geriyə nə qədər qaldı? 12 çıxılsın 3, yəni 9 nəfər yalnız riyaziyyata üzv olubdur. Yalnız təbiətə üzv olanların sayını bilmirəm, x yazıram. Və bax, burada gördüyünüz bütün rəqəmlər, yəni cəmi say 9 üstə gəl, 3 üstə gəl, x bizə verir birləşməni. Birləşmə də nə qədərdir? 21'i. X də bərabərdir 21 çıxılsın 12, yəni 9. Deməli, yalnız təbiətə üzv olanlar 9 nəfərdir. Amma demir yalnız təbiəti tap deyil, təbiət dərnəyinə üzv olanları tap. 3 və 9'un cəmi təbiətə üzv olanlardır. Deməli, 3 üstə gəl 9, yəni 12. B variantı. 72-ci sual ifadənin qiymətini tapın deyir. Fikir verin, burada yazılıb ki, A-nın kvadratı böl B-nin kvadratı. Bu ifadəni mən A bölünsün B-nin kvadratı kimi yaza bilərəm də, düzdür. Həmçinin B-nin kvadratı böl A-nın kvadratı yazılıb. Mən bunu B bölünsün A-nın mötərizədə kvadratı kimi yazacağım. İndi gəlin buradan yazaq. Hələ ki 1'ə baxmayaq, 1'i saxlayaq. Əsas deməli, bax bu ifadə kvadratlar cəmi ilə işləyək. Niyə yazmadı? Aha, kvadratlar cəmini yazıram aşağıdan. Deməli, yazıram ki A böl B'nin kvadratı üstə gəl B böl A-nın kvadratı. Deməli, bərabərdir. Biz müxtəsər vurma düsturu keçmişdik ki, A kvadratı üstə gəl B kvadratı A və B-nin cəminin kvadratından çıxırdım 2A vurulsun B-ni. Və yaxud da ki, A çıxılsın B-nin kvadratının üzərinə 2AB əlavə edirdim. Yəni, hər iki düstur doğrudur. Mənə burada fikir verirsinizsə, cəm verilib. Onda mən cəmlə işləyirəm. Yəni, birinci düsturla işləyəcəm. İkincisi lazım deyil. Sadəcə göstərmək üçün yazdım. İndi mən ikinciyə baxmıram, birinciyə baxıram. Deməli, A və B, indi burada mən böyük A, böyük B yazdım. Yəni, bu A bölünsün B kəsirini ifadə etməyə çalışdım da. Yəni, A bölünsün B kəsirini böyük A ilə işarə etdim ki, fərqini görə biləsiniz. Deməli, bizə verilən cəm nədir? 6 düzdür. 6'nın kvadratından çıxıram 2 A vur B, yəni birinci ədəd A böl B vurulsun ikinci ədəd B böl A. Burada B'lər və A'lar ixtisar getdi. 36 çıxılsın 2, 34. Amma cavabımız 34 deyil. Çünki 34 üzərinə gəlsin 1 də var. 1'i unutmamaq lazımdır. Üzərinə 1 əlavə edirəm və bəli, cavabımız hazırdır 35. A variantı. 73-cü sual təniklər sistemindən x üstə gəl y cəmini tapın. Deməli, mən burada tənikləri alt-alta toplayıram. Necə olacaq? X-in kubu üzərinə gəlinsin 3x kvadratı y, üzərinə gəlinsin 3xy kvadratı, üzərinə gəlinsin y-in kubu. Bərabərdir 18 üstə gəl 9, yəni 27'yə. Fikir verirsəz, bax, bu çox hədli mənə müxtəsər vurma düsturu verir. X üstə gəl y-in kubu. Bərabərdir 27. 27 də 3'ün kubudur. Kublar burada getdi. Nə qaldı? X üstə gəl y bərabər 3. Yəni Y variantı. 74-cü sual. İlk n həddinin cəmi S-in 2n kubu çıxılsın 3n düsturu ilə hesablanan A-nın ardıcıllığında A3'ü tapın. Aha, burada bizə ədədi silsilə yoxsa həndə silsilə olduğunu demir, amma mənə fərq etməz. İstənilən ardıcıllıqda A3'ü və ya AN tapmaq üçün nə edirəm? Deməli, cəm düsturu verilibsə yazıram.
S3 çıxılsın S2. Deməli, burada S3'ü tapmaq üçün S-in, yəni N-in yerinə 3 qoyuram. 2 vurulsun 3'ün kubu, çıxılsın 3 vurulsun 3. Bu da 54 çıxılsın 9, yəni 45 olacaq. İndi S2'ni tapmaq üçün nə edirəm? 2, yəni N'in yerinə 2 qoyacağam. 2 vurulsun 2'nin kubu, çıx 3 vur 2. Bu da olur 16 çıx 6, yəni 10. İndi nə edirəm? 45'dən çıxıram 10'u. Bu da olur 35. Yetmiş-beşinci sual. Qabarıq çoxbucaqlının diaqonallarının sayının tərəflərinin sayına nisbəti 2 olarsa, onun daxili bucaqlarının cəmi neçə dərəcədir? Diaqonallarının sayı düsturu n vurulsun, n çıxılsın 3, bölünsün 2 ilə hesablanır. Deyir ki, diaqonalların sayının tərəflərinin sayına nisbəti. Yəni, mən bunu bölürəm n-ə. N-ə bölməkdə elə n-də 1'ə vurmaq demək, düzdür. N-lər ixtisar gedir. Deməli, bərabər deyil ki, 2'yə yazıram. Bərabərdir 2. 2'nin də məxrəci 1'dir. Çarpaz vursam, n çıxılsın 3, bərabərdir 2 vur 2, yəni 4. N də bərabərdir 7. Amma cavabımız 7 deyil. Bizə deyir ki, daxili bucaqlarının cəmini tap. Daxili bucaqlarının cəmini tapmaq üçün 180 dərəcəni vururam. N çıx 2. N 7'dirsə, 7 çıxılsın 2, yəni 5'ə vururam. Bu da olacaq 900 dərəcə. 76-cı sual. Ədədin 5'də 3 hissəsinin üzərinə 21 əlavə etdikdə ədədin 2 misli alınır. Həmin ədəd tapın. Ədədim olsun x, bilmirəm nədir çünki. Deyir, ədədin 5'də 3 hissəsi. X-in 5'də 3 hissəsi nədir? 5'də 3x. Deyir, 5'də 3x-in üzərinə 21 əlavə etdikdə nə alınır? Ədədin özünün 2 misli. X-in 2 misli də 2x-dir. Deməli, burada məxrəcdə 5 var. Mən 5 ilə işləmək istəmirəm. Onun üçün həm sol tərəfdəki ifadəni 5'ə vururam, həm də bərabərliyin sağ tərəfini 5'ə vururam. İfadənin qiymət dəyişməsin deyə. 5 vurulsun 5'də 3x, məxrəc gedir, nə qalır? 3x. 5 vurulsun 21, 105 və 2x'i də 5'ə vururam, 10x. 105 bərabərdir 10x çıxılsın 3x, yəni 7x. X da bərabərdir 105 bölünsün 7. Yəni neçə dərəcə? Dərəcə nə idi? Ədəd. Neçə olacaq? Bu da 15'dir. Cavabımız elə 15. 77-ci sual. 60 dərəcəli bucağın qarşısındakı tərəfin uzunluğu 6 köklü 3 cm olan 3 bucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Aha. Deməli, bir bucaq var, bir də tərəf var. Amma məndən radiusu istəyir. Bu sinuslar teoremi ilədir. Sinuslar teoreminə əsasən A bölünsün sinus alfa bərabər idi 2 r-ə. İndi tərəfim nədir? 6 kökdə 3 bölünsün sinus alfa, yəni sinus 60. Sinus da 60 dərəcədə kökdə 3 böl 2 qiymətini alır. Gətirib yazıram kökdə 3. Böl 2'ni yazmıram. Onsuz da böl 2 sürətə keçəcək vur kimi. Düzdür. Kök altında 3'lər ixtisar gedir. Bu da olur nə? 12. 12 də nəyə bərabərdir? Sağ tərəf nə idi? 2 r-ə. Buradan da r 12 bölünsün 2. Yəni 6'ya bərabər. Cavabımız 6 olacaq. 78-ci sual. B-nin ən kiçik tam qiymətini tapın deyir. Mən birinci bizə verilən bərabərsizlikdə məxrəcləri nə edirəm? Eyniləşdirirəm. Məxrəcləri ortaq məxrəc tapmaq üçün bir-birinə vururam. Yəni x1 vur, x2 yazırım. Deməli, birinci tənliyin məxrəcinə x1'i x2'yə vurdumsa, sürətdəki 1'i də vururam x2'yə. Elə x2 alınır. Üzərinə gəlinsin. x2 vurulsun x1 yazıram. Məxrəcləri eyniləşdirmək üçün. Sürətlə x1'ə vururam. Deməli, buradan nə alınır? Məxrəclər artıq eynidir. Yəni x1 vur x2'dir. Sürətdə isə x2 və x1'in cəmi alındı. Deyir ki, bu ifadə mənfidir, yəni 0-dan kiçikdir. İndi fikir versəz, x2 və x1'in tənliyin kökləri olduğu verilir. Bunların cəmi tənlikdə x-in əmsalının əksi olur. X-in əmsalını burada
Deməli, ifadə kimi veriblər. Mənfi B-3 veriblər. Mənfi B-3-ün də əksi mənfi olacaq müsbət. Yəni, x1 üzərinə gəlinsin x2 nəyə bərabərdir? B çıxılsın 3 ifadəsinə. Amma hasil sərbəst həddi idi, düzdür? Sərbəst hədd də burada nədir? Dəyişənsiz hissdə, yəni x olmayan. B çıx 7-dir. Aha, getirib yerinə qoyuram. Məxrəc B-7-dir. Sürət B-3-dür. Kiçikdir 0. Aha, mən bunu həll etmək üçün nə edirəm? Ədəd oxunda 3 və 7-ni göstərirəm. Bayaqçı kimi. Yenə aralıq quracam. Mənə deyir 0-dan kiçik olsun, yəni mənfi. Yenə eyni qaydada müsbət, mənfi, müsbət olacaq. 3, 7 aralığında bərabərsizlik 0-dan kiçik olur. B-nin ən kiçik tam qiymətini istəyir. Cavabımız 3 deyil, çünki 3-ə bərabər deyil. Altından xətt çəkməyib, düzdür? Yəni 3-ün içi boşdur, yumru dairədir. 3-dən böyük hansıdır? 4. Deməli, ən kiçik qiymətim 4 olacaq. İndi isə gəldik 79-cu sualı, yəni ətraflı suallara. Deməli, deyir, ABC düzbucaqlı üçbucağında AB AC perpendikulyar, AH BC-yə perpendikulyardır. BD DC-yə bərabərdir. AC 2-dir, AD 4-dür. Bizdən DH-ın uzunluğunu istəyir. DH da olsun X bizdən istəyir çünki. Bizə verilib ki, BD DC-yə bərabərdir. Bax, bu BD parçası DC bərabərdir. Bu nə deməkdir? Yəni, D nöqtəsi orta nöqtədir. Onda, bax, bu AD olmadı. AD deməli, nədir bu? Bizim ABC üçbucağımızın medianıdır da, düzdür? Mediandır ki, tərəfi yarı bölüb. Çünki deyir, BD bərabərdir DC-yə. Belə deyək, DC-yə bərabərdir. Deməli, D nöqtəsi orta nöqtədir, AD də mediandır. Mən də bilirəm ki, bu ABC üçbucaq necə üçbucaq? Düzbucaqlı üçbucaq, düzdür? Və bilirəm ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza çəkilən hündürlük, yəni MC, hər zaman hipotenuzun yarısına bərabərdir. Onda mənim AD medianım hipotenuzun, yəni BC-nin yarısına bərabərdir. Və AD-nin uzunluğu var 4-dür. Onda BC deməli neçəymiş? BC 8 imiş. 8-i də yarı böləndə necə böləcək? BD-də 4 olacaq. DC-nin özü də 4 olacaq. DH-a x demişəmsə, HC nə olacaq? 4 minus x olacaq. 4 minus x və x-in cəmi 4 verir. Aha. Deməli, indi nə edəcəm? İndi mənə deyir ki, AH perpendikulyardır, düzdür? AH, deməli, BC düz xəttinə tərəfinə perpendikulyardır. Mən üçbucaq ADC-də, yəni üçbucaq ADC-nin 2 dənə düzbucaqlı üçbucağa bölündüyünü görürəm. Gəlin kənardan göstərim. Birinci baxaq düzbucaqlı üçbucaq AHC-yə. Burada mən Pifaqor teoremini tətbiq etsəm necə olacaq? AH-ın kvadratı üzərinə gəlinsin HC-nin, yəni 4 çıx x-in kvadratı bərabərdir AC hipotenuz 2-nin kvadratı, yəni 4-ə. İndi düzbucaqlı üçbucaq, deməli AHD-yə baxıram. Eyni qaydada burada da bizdən deməli katetlərin kvadratları cəmi AH-ın kvadratı bərabər DH-ın, yəni x-in kvadratı bərabərdir hipotenuz 4-ün kvadratına, yəni 16-ya. Baxaram ki, hər ikisində də eyni olan nədir? AH. Onda gəlin AH-ları belə yazaq da. Əslində burada alt-alta çıxmaq da olar. Gəlin belə, birinci tənlikdən, burada tənliklər sistemi qururam. Birincidən ikincini alt-alta çıxaq. Deməli, AH-ın kvadratı üstə gəlinsin 4 çıx x-in kvadratı çıxılsın, aşağıdakini yazıram. AH-ın kvadratı çıxılsın x-in kvadratı. Nəyə görə çıx x kvadratı oldu? Çünki bu bir ifadədir. Mən qarşısına çıxma yazan zaman müsbətdirsə mənfi olacaq. AH-ın da qarşısı çıx oldu. X kvadratının da qarşısı çıx oldu.
bərabərdir 4 çıx 16-ya. AH-ın kvadratları getdi. Geriyə nə qaldı? İndi vurub açaq, yəni müxtəsər rümmət üstünə əsasən açaq. 4-ün kvadratı 16 üstə gəl x-in kvadratı minus 8x çıxılsın x kvadratı bərabərdir mənfi 12. X kvadratları sıfıra getdi. Geriyə nə qaldı? Deməli 16 çıx 8 x bərabər mənfi 12. Mən mənfi 12-ni sol tərəfə keçirdirəm. 16 üstə gəl 12. Mənfi 8x da digər tərəfə keçirdirəm. Əksi kimi 8x. Buradan alınır nə? 28 bərabərdir 8x-a. X da 28 böl 8-dir. 4-ə ixtisar aparsam 2 də getdi. Yəni 3/5'dir. Bizdən də DH istəyir. DH də x idi. Cavabımız elə 3/5 olacaq. 80-ci sual. Deyir, A parametrin hansı qiymətində tənliyinin kiçik kökü, digər, yəni AX-5 tənliyinin həlli olar. Birinci gəlin modul tənliyi həll edək. Mən bilirəm ki, modulun daxili müsbət 7 olsa da cavab 7 olacaq. Mənfi 7 olsa da cavab 7 olacaq. Gəlin modulun içini, yəni 2 çıxılsın x-in kvadratını bir dəfə 7 yazıb həll edək. Bir dəfə də 2 çıx x kvadratını mənfi 7 yazıb həll edək. Deməli, buradan x-in kvadratı bərabərdir 2 çıx 7, yəni mənfi 5. Əgər dərəcəm cüt dərəcədirsə qüvvətim, cavab heç vaxt mənfi ola bilməz. Bunun həlli boş çoxluqdur. İkinci hal, x kvadratı 2 çıxılsın mənfi 7-dir, yəni 9. X kvadratı 9-dursa, buradan x-i tapıram ki, x müsbət 3 ola bilər. X1 müsbət 3, həmçinin mənfi 3 ola bilər. Çünki həm mənfi 3-ün, həm də 3-ün kvadratı 9-dur. İndi mənə deyir, bu tənliyin kiçik kökü. Aydındır ki, kiçik kök təbii ki, müsbət deyil, mənfi olandır. Deməli, mənfi 3 mənə lazımdır. Deyir, kiçik kök, yəni mənfi 3 bu tənliyin də həllidir. Yəni, x-in olduğu yerə nə yazacağım? Mənfi 3. A vurulsun mənfi 3 olur, mənfi 3A çıxılsın 5. 2 vur mənfi 3, yəni mənfi 6 çıx 1. Bu da mənfi 7-dir. Deməli, mənfi 3A bərabərdir. Mənfi 7 üstə gəl 5. Üstə gəl 5. A da bərabərdir. Bu niyə belə oldu? A da bərabərdir. Mənfi 7-nin üstünə 5 gələndə mənfi 2. Mənfi 3 burada var. Digər tərəfə bölünsün mənfi 3 kimi keçir. Aha. Bu da müsbət 3-də 2-dir. Deməli, A-nın hansı qiymətiymiş? Müsbət 3-də 2 qiyməti. (81-ci sual). Daxilinə çevrə çəkilmiş trapesiyanın diaqonalları perpendikulyar olub 12,9 cm-dir. Trapesiyanın perimetrini tap. Mən bilirəm ki, trapesiyanın diaqonalları perpendikulyardırsa, deməli, belə yazaq. D1-in kvadratı üstə gəl D2-nin kvadratı onun oturacaqlarının A plus B-nin cəminin kvadratıdır. Bu hansı şərtə əsasəndir? Diaqonallar perpendikulyar olduğuna görə. Bunu mən yazıla bilirəm. İndi diaqonallar, yəni 144 üstə gəl 81. Bu mənə verir 225-i. 225 də 15-in kvadratıdır. Kvadratlar getdi. A plus B bərabərdir 15 alındı. İndi şəkil 80. Deyir ki, daxilinə çevrə çəkilib, düzdür. Trapesiyanın əgər, deməli, daxilinə çevrə çəkilibsə, biraz mən sərgəsiz çəkdim. Əgər trapesiyanın daxilinə çevrə çəkilirsə, mən bilirəm ki, trapesiyanın qarşı tərəflərinin cəmi bərabərdir. Yəni, A üstə gəl B, yan tərəflərin cəmi. C üstə gəl D bərabərdir. A üstə gəl B 15-dirsə, C üstə gəl D də 15-dir. Trapesiyanın perimetri də bütün tərəflərin cəmidir. C üstə gəl D. A plus B 15'dir. C plus D də 15'dir. 15'dən 15'in də cəmi 30'dur. 82-ci sual. Tənliyi ödəyən natural x və y ədədləri üçün x, y ifadəsinin qiymətini tap. Mən baxıram ki, burada 37 sadə ədəddir. Yəni 37 yalnız 1 vurulsun 37 kimi yazıla bilər. İndi x kubu çıxılsın y kubu. Mən bunu müxtəsər rümmət üstünə əsasən əsas düsturla açsam, x çıx y vurulsun. X-in kvadratı üstə gəl x, y üstə gəl
y kvadrat kimi yazıla bilər. Təbii ki, aydındır ki, 3 dənə müsbət həddin cəmi 1 olması üçün x-lə y natural ola bilməz. Yəni, x və y hər ikisi də naturaldırsa, 3 natural ədədin cəmi 1 ola bilməz, düzdür. Ona görə məcburam ki, x minus y-i 1-ə bərabər edim. X kvadratı plus y kvadratı plus x y isə 37-yə bərabər edim. Aha, bunu yazdıktan sonra məndən x, y hasilini soruşur. Deməli, mən x kvadrat üstəgəl y kvadratını özüm tapmalıyam. Aşağıdan yazıram ki, x kvadratı plus y kvadratı. Bayaq da əslində buna uyğun sual var idi. Demişdimi, kvadratlar cəmini bizə cəm verilsə, cəmlə olan köməkçi düsturunu yazardım. Baxıram ki, mənə fərq verilib. Onda mən fərqlə olan köməkçi düsturu yazırım. X çıx y-in kvadratı üstəgəl 2x y kimi yazıram. X çıx y 1-dir. 1-in kvadratı da 1-dir. Deməli, bu ifadə 1 üstəgəl 2x y-ə bərabərdir. Gətirib yerinə qoyuram. 1 üstəgəl 2x y üzərinə əlavə edilsin x y yazılıb. Bərabərdir 37-yə. 2x y ilə x y-in cəmi 3x y-dir. 37-dən 1 çıxıram. Bu da olur 36. X y hasilimdə 36 bölünsün 3, yəni 12-dir. 83-cü sual. A-ın ədədi silsiləsində A13, A20 və A18-in cəmi 42 olarsa S33-ü tapın. Mən burada A13, A20, A18 hər birini deməli daha açıq şəkildə yazıram. Yazıram ki, A1 üzərinə gəlinsin, 13 çıx 1 vurulsun D. Üzərinə gəlinsin. A1 üstəgəl 20 çıx 1 vur D. Üstəgəl A1 üstəgəl 18 çıx 1 vur D. Bərabərdir 42. Deməli, aydındır ki, bu 12, 19, 17 düzdür. A1 3 dənədir, yəni 3A1 üstəgəl 12-yə 19-un cəmi 31, 17 əlavə edəndə 48 olur. 48D bərabərdir 42. Buradan 3 ortaq vurur kimi kənara çıxartsam, A1 üstəgəl 16D bərabərdir 42-də 3 vurulsun 14-dür. 3-dən ixtisar gedir. A1 üstəgəl 16D bərabərdir neçəyə? 14-də. Məndən istəyir S33 tapmağımı. S33-ün düsturu 2A1 üstəgəl n çıx 1, yəni 33 çıxılsın 1 vurulsun D silsilə vurğu bölünsün 2 vurulsun n, yəni n-lərdə indeksdəki 33. Aha, deməli 2A1 üstəgəl 32D bölünsün 2 vurulsun 33 lazımdır mənə. Buradan 2-ni ortaq vuru kimi çıxartsam A1 üstəgəl 16D böl 2 vur 33 lazımdır mənə. 2-lər ixtisar gedir. A1 üstəgəl 16D'nin qiyməti 14-dür. Deməli, cavabım elə 14 vur 33-dür. Bu da bərabərdir 462-yə. 84-cü sual. ABC düzbucaqlı üçbucağının deməli, daxili çəkilmiş çevrə AB hipotenuzuna Y nöqtəsində toxunur. AY 15-dir, BY 10-dur. Deyir ki, çevrənin uzunluğunu, deməli, L bərabərdir sual. Deməli, mən burada şəkli əvvəlcədən çəkdim. Düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilib. Mən bilirəm, istənilən bir nöqtədən çevrəyə çəkilən toxunanların uzunluğu hər zaman eynidir. Yəni, AY 15-dirsə, mən burada özümdən F və R əlavə etmişəm. AF də 15-dir. B-dən çəkilən toxunanlar BY 10-dursa, BR də 10-dur. Onda həmçinin C-dən çəkilən toxunanlar, yəni CF və CR bir-birinə bərabərdir. CF x-dırsa, CR də x-dır. Deməli, indi nə edəcəm? Mən burada x tapmalıyam, düzdür. Pifaqor teoreminə əsasən AC-nin kvadratı üstəgəl CB-nin kvadratı bərabərdir AB-nin, deməli, B-nin kvadratı. Aha. AC 15 üstəgəl x-dır. 15 plus x-in kvadratı üstəgəlsin CB-nin kvadratı, yəni x üstəgəl 10-un kvadratı. AB də 25-dir, 25-in kvadratına bərabər olmalıdır. 25-in kvadratı ilə 625-dir.
İndi müxtəsər Roman üstünün əsasını açıram. 225 üstə gəl x kvadratı üstə gəl 2 vur 15 yəni 30x üstə gəl yenə x-in kvadratı 10'un kvadratı yəni 100 üstə gəl 2 vur 10 20 vur x bərabərdir 625'e. X kvadrat 2x'in kvadratı 30x 20x 50x 225 və 100'ün cəmi 325'dir. 625'i digər tərəfə keçirsəm mənfi 625 yazıram bərabərdir 0'a. Deməli, hər tərəfi 2'yə bölsəm x'in kvadratı üstə gəl 25x 325'dən 625 çıxanda mənfi 300 olur. Mənfi 300'ü də 2'yə böldüm. Çünki hər tərəfi 2'yə böldüm də mənfi 150 bərabər 0. Burada tənnin köklərini diskriminantla tapmağa ehtiyac yoxdur. Çünki mən burada zaten viyetlə görmək olur. Hansı 2 ədəddir ki, hasili mənfi 150'dir. Amma cəmi bərabərdir mənfi 25'e. Düzdür? Bu da elə mənfi 30 və müsbət 5'dir. Hasilim mənfi 150, cəmi mənfi 25. Mən də bilirəm ki, uzunluq mənfi ola bilməz. Deməli, x bərabərdir neçəyə? 5'e. X 5'dir. İndi mənə çevrənin uzunluğu lazımdır. Çevrənin uzunluğu da bilirəm ki, L bərabərdir 2 pi vurulsun R ilə hesablanır. Deməli, mən nəyi tapmalıyım? Radiusu. Düz bucaqlı üç bucağın daxilinə çəkilmiş çevrənin radiusu A üstə gəl B, yəni katetlərin cəmi çıx hipotenuz böl 2 ilə hesablanır. İndi 5'i yerinə qoysam katetlərim 15, 5, 20'dir biri. Üstə gəlsin. Digər katet x və 10, 5 və 10, yəni 15'dir. Hipotenuzum da 25 idi. Aha, bölünsün 2. Bu da bərabərdir 10 böl 2'yə, yəni 5'e. Çevrənin uzunluğu da 2 pi vur 5, yəni 10 pi olacaq. 85-ci sual. Çoxhədinin dərəcəsi 3 olarsa, A ilə sərbəst həddinin cəmini tapın. Deməli, mən A-nı tapmalıyam və sərbəst hədlə cəmləməliyim. Sərbəst hədd burada 2 deyil, ha. Sərbəst hədd nədir? Dəyişən olmadan, yəni x-dır da burada asıl dəyişənim. X-dan aslı olmayandır, yəni x olmayan, x-sız olan hissə, yəni A plus 2 məndə sərbəst həddir. Deməli, mən A-nın qiymətini tapıb A ilə A plus 2-ni cəmləyəcəm. İndi çoxhədinin dərəcəsi fikir versəz burada A çıx 7'dir. Bir də A-nın kvadratı çıx 10. A üstə gəl 12'dir. Mən A çıx 7'nin, yəni çoxhədinin dərəcəsi 3 olsa, buradan A-nı tapsam A olacaq 10. Amma yoxlasam burada da A-nın deməli yerinə 10 qoysam, 10'un kvadratı çıx 10 vur 10, yəni 100 üstə gəl 12 bərabər olacaq 12'yə. Deməli, A-nın yerinə 10 qoyan zaman burada dərəcə olur 3, burada olur 12. O zaman çoxhədinin dərəcəsi 3 olar, yoxsa 12, təbii ki 12. Amma deyir, dərəcəm 3 olsun. Deməli, A 10'a bərabər deyil. Deməli, mən bax bu çoxhədini bərabər eləməliyim 3'ə. Gəlin indi aşağıdan yazaq. A-nın kvadratı çıxılsın 10A, üstə gəl 12 çıx 3 bərabər 0. A-nın kvadratı minus 10A, üstə gəl 9 bərabər 0. Buradan da yenə cəm müsbət 10, hasil müsbət 9 viyetlə yazaq. 1 və 9'dur. İndi mən hər ikisini götürə bilmirəm. Niyə? 1'i gətirib yoxlasam, A çıx 7, düzdür. 1 çıxılsın 7, deməli olur bizdə mənfi 6. Mən də bilirəm ki, çoxhədlinin tərkibindəki birhədlərin qüvvəti mənfi olmamalıdır. Yəni, mənfi 6 ola bilməz. Deməli, A 1'ə bərabər deyil. A neçəyə bərabərdir? Deməli, 9'a. 9 da yoxlamaq lazımdır. 9'dan çıxıram 7'ni alınır. 2 müsbətdir, bəli, deməli, ödənir. Deməli, A neçəymiş? 9. Deyir ki, A ilə, yəni 9 ilə A üstə gəl 2. 9 plus 2 də nə verir? 11, düzdür. Deməli, 9 və 11'in cəmini tapın, o da 20. Bugünlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu tür videoların davamının gəlməyini istəyirsinizsə, kanala dəstək məqsədi ilə kanala abunə ola bilərsiniz. Videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.